Əlillik terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət təyin ediləcək. Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla sosial müavinətlərin məbləğinin artırılması haqqında 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmana edilən dəyişiklikdə əksini tapıb. Bundan əvvəl əlillik bu hallarda müavinətlə təyin olunurdu. Ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar yeni dəyişikliyə əsasən terror hadisələri nəticəsində əlilliyi müəyyən edilən şəxslər də müavinət almaq hüququna malik olacaqlar. Müavinətin məbləği belə müəyyən edilib. Orqanizmin funksiyalarının 81-100% pozulmasına görə 270 manat, orqanizmin funksiyalarının 61-80% pozulmasına görə 220 manat, orqanizmin funksiyalarının 31-60% pozulmasına görə 150 manat.